Əziz 11-ci siniflər, məzunlar, eləcə də hörmətli valideynlər, hər vaxtınız xeyir olsun. Mən bugün sizə ikinci şans imtahanına hazırlıq qrupum haqqında məlumat vermək istəyirəm. Belə ki, bizim dərslərimiz iyun ayının 5-dən etibarən başlayır. Dərslər həftədə 6 dəfə aparılır və hər dərs 2 saat davam edir. Dərslər həm əyani, həm də onlayn formada tədris olunur. Əyani dərslərimiz Qara Qarayev metrosu yaxınlığında keçirilir, onlayn dərslər isə Zoom Pro proqramında keçirilir. Onlayn dərslər haqqında qısaca belə məlumat verə bilərəm ki, hər bir mövzunun ətraflı şəkildə izahı link şəklində qrupa göndərilir. Həmçinin ətraflı yazdığım izahlı nəzəriyyələr də var ki, onları da qrupa göndərirəm, abituriyentlərlə bölüşürəm. Əlavə olaraq din test toplusundan, güvən test toplusundan xüsusi seçilmiş suallar işləyəcək. Həmçinin 2010-cu ildən sonraki bütün qəbul imtahanları, OTK-lar, modellər, sınaqlar, həmçinin özü hazırlamış olduğum qəbul tipli suallar, testlər var ki, onları da abituriyentlərə işlədirəm. Bununla da artıq ümumi fizikanı təkrarlamış oluruq və qəbul imtahanına maksimum şəkildə hazırlaşmış oluruq. Əyani dərslərimizdə də eyni proseslər aparılır. Əlavə olaraq burada dərsləri mən həmçinin əyani olaraq da izah eləyirəm və burada qəbul mühiti yaradıram, hansı ki, vaxtla telefonsuz, yalnız qələm və vərəqlə özlərini qəbul imtahanında hiss eləyərək həmin o imtahana hazırlaşmış olurlar. Nəticələrinizi artırmaq istəyirsinizsə, fizikadan doğru suallarınızın sayını artırmaq istəyirsinizsə, dərslərimizi yazılmağa tələsin. Dərsləri yazılmaq üçün aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. İkinci şans imtahanı bir bəhanədir. Çalışın ki, həyatda hər bir şansı dəyərləndirəsiniz. Gələn dərslərdə görüşənədək. Hələlik.